Bir neçə gündür könlümə yamanca korundog düşmüşdü və ağlımdan çıxmırdı. Biraz araşdırandan sonra ki, harda yeyə bilərəm, qərar verdim ki, ən yaxşısı evdə hazırlayım. Açığı ilk dəfə evdə hazırlayırdım və necə olacağına bağlı heç bir fikrim yox idi. Amma nəticə çox gözəl oldu. Əvvəlcə YouTube-da və ChatGPT-də müxtəlif reseptləri araşdırdım və ortaq bir resept çıxartdım. Bu batıracağım sosunu, necə deyərik, kremini hazırladım. Buradakı əsas məsələlər var idi ki, hansı ki triklər onun qəşəng xırçıltılı olması üçün və həmin bu kremin korundoqun üzərindən axmaması üçün mən bunları da qəşəngcə araşdırdım və ən əsas nüanslar ondan ibarət idi ki, biz korundoqları, sosisləri və pendirləri çubuğa batırıb keçirdikdən sonra onları yaxşıca qurulayaq və indi burada görəcəksiniz, ilk dəfə edəndən sonra biraz görürəm ki, o maye onun üzərindən axır, amma növbətisində artıq onu biraz da unlayıram. Unlayandan sonra sosuna batırıram kreminə. Daha sonra isə pankoya batırırıq. Panko burada çox gözəl bir xırçıltı verir. Panko ilə bağlı başqa nələr edə bilərəm? Ağlıma bir neçə ideyalar gəlibdi. Onları da hazırlayıb sizlərlə paylaşacağam. Əminəm ki, yoxlasanız çox bəyənəcəksiniz. Və çox dadlı, çox gözəl korundoqlar alındı. Mən çox da yağ tökmədim, israfçılıq olmasın deyə, amma yenə də möhtəşəm alındı. Kanalımıza abunə olsanız sevinərik.